Rauf İlyasoğlu Allahverdiyev 1959-cu il martın 19-da Ağdam rayonunda görkəmli şair, jurnalist, mətbuatın dəyərli simalarından biri olan İlyas Allahverdiyevin ailəsində dünyaya göz açmışdır. Rauf İlyasoğlu görkəmli şair, yazıcı, jurnalist və publisistdir. Dövrü mətbuatda samballı və dəyərli yazıları ilə geniş oxucu çərçivəsində tanınan bir ziyalıdır. O həmçinin 500-dən artıq elmi, dini, fəlsəfi, publisistik və müxtəlif mövzulu kitabın redaktoru, ön söz müəllifi və məsləhətçisi olmuşdur. Eyni zamanda 20 kitabın müəllifidir. Uzun illər Respublika Dövlət qəzetində xüsusi müxbir, məsul katibin, müavini və digər vəzifələrdə çalışmışdır. Rauf müəllim Azərbaycan Jurnalistlər Birliyinin və İraq Türkmən Yazarlar Birliyinin fəxri üzvüdür. Qızıl qələm, iti qələm və bir çox media mükafatlarına layiq görülmüşdür. Dəfələrlə Türkiyədə keçirilmiş beynəlxalq festivallarda Şairlər Məclisinin iştirakçısı olmuş və diplomlara layiq görülmüşdür. 2011-ci ildən orta məktəb dərsliklərində Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimova həsr olunmuş şeiri yer alıb. Rauf İlyasoğlu daima Azərbaycan mətbuatına xidmət edən və xarici ölkələrdə beynəlxalq festivallarda Azərbaycan poeziyasını mükəmməl təbliğ edən şairdir. 22 ildən çoxdur ki, çap olunan Həkəri qəzetinin baş redaktorudur. Onu da xüsusi vurğulamaq istəyirəm ki, Rauf müəllim 2-ci Qarabağ müharibəsində şəhid olmuş igidlərimizə böyük ehtiramla yanaşmış, onlara həsr olunmuş dəyərli şeirlər yazmışdır. O şəhidlərimizin həyat yolu ilə yaxından maraqlanmış, onların taleyinə və qəhrəmanlığına uyğun, dərin, mənalı və təsirli əsərlər ərsəyə gətirmişdir. Bu, onun vətənpərvərliyinin və yüksək insani dəyərlərinin bariz nümunəsidir. Onu da qeyd etmək istərdim ki, Rauf müəllim Azərbaycanın milli qəhrəmanı olan Allahverdi Bağırovun yaxın qohumudur. Bu fakt onun milli dəyərlərə, vətənə və qəhrəmanlıq ruhuna nə qədər bağlı olduğunun bir daha göstəricisidir. Hörmətli Rauf müəllim, sizi doğum gününüz münasibəti ilə ürəkdən təbrik edirəm. Siz xalqını sevən, vətəninə bağlı, hər zaman şəhid ailələrinə dəstək olan nümunəvi və dəyərli bir insansınız. Sizi tanıdığım gündən bir müəllim kimi çox şeylər öyrənmişəm və bundan böyük qürur duyuram. Sizin mənalı və ruhlandırıcı şeirləriniz şagirdlərimiz tərəfindən böyük sevgi ilə qarşılanır. Onlara bu gözəl şeirləri öyrətmək mənim üçün həm məsuliyyət, həm də fəxrdir. Əminəm ki, gələcəkdə də şagirdlərimiz sizin yaradıcılığınızdan çox şey öyrənəcəklər. Allahdan sizə möhkəm can sağlığı, uzun ömür və daha çox uğurlar arzulayıram. Neçə belə gözəl yaşlara çıxasınız. Siz bizim üçün dəyərli və əziz insansınız. Nə yaxşı ki, sizi tanıdım. Var olun Rauf müəllim.